Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin köklü təhsil ocaqlarından olan Marmara Universiteti arasında geniş miqyaslı anlaşma memorandumu imzalanıb. Bu münasibətlə MDU-nun rektoru Anar Yeminovun rəhbərlik etdiyi nümayəndə heyəti Marmara Universitetində rəsmi səfərdə olub və tərəfdaş qurumun rektoru Professor Mehmet Emin Okur tərəfindən qəbul edilib. 3 il müddətinə imzalanan sənəd iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını müəyyənləşdirir. Əməkdaşlığın sistemli və ölçülə bilən nəticələr əsasında inkişafı üçün universitetlərin birgə koordinasiya komitəsi yaradılır. Komitə layihələrin icrasını akademik mobilliyi və innovasiya transferini əlaqələndirəcək. Bakalavriat, magistratur və doktorantura səviyyəsində təhsil alan tələbələrin və professor müəllim heyətinin qarşılıqlı mübadiləsi, birgə dərslər və yay-qış məktəbləri təşkil olunacaq. Komitə ilk mərhələdə MDU-nun beynəlxalq ticarət və logistika və maliyyə ixtisası tələbələrinin akademik mübadilə proqramlarına xüsusi diqqət yetirəcək. Görüş çərçivəsində kompüter mühəndisliyi, biznesin idarə edilməsi, iqtisadiyyat və təhsil sahələrində bakalavr və magistratura səviyyəsində ikili diplom proqramlarının yaradılması imkanları müzakirə olunub. Bu məqsədlə proqramların müqayisəli təhlili və kreditlərin qarşılıqlı tanınması istiqamətində addımlar atılacaq. Tərəflər həmçinin süni intellekt, kiber təhlükəsizlik, data analitikası, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat sahələrində birgə tədqiqatların aparılması barədə razılığa gəliblər. Müqaviləyə əsasən tərəflər birgə onlayn kurslar və virtual laboratoriyalar hazırlayacaq, rəqəmsal universitet idarə etməsi üzrə təcrübə mübadiləsi aparacaqlar. Proqram çərçivəsində Azərbaycan-Türkiyə Ali Təhsil Forumunun keçirilməsi, qarşılıqlı mədəniyyət həftələrinin təşkili və Türk dünyasının ortaq irsinin öyrənilməsi məqsədi ilə birgə tədqiqat mərkəzinin yaradılması imkanları da nəzərdən keçiriləcək.